İyulun 24-ü, 25-i və 26-sında Göygöl rayonunun əsrarəngiz Xan Yaylağı ərazisində yerləşən Xan Yurdu Etnoqa sahəsində 5-ci Milli Yaylaq Festivalı keçirildi. Festivalda müxtəlif ölkələrdən olan minlərlə insan iştirak edib. Xan Yurdu adlanan yaylaq ərazisində çoxsaylı çadırlar qurulmuş, milli oyunlar, sərgilər, əyləncə məkanları təşkil edilmiş. Müxtəlif etnik qrupların mədəniyyətinə aid konsert proqramları təşkil olunmuşdu. Açılış mərasimində əvvəlcə milli musiqilərin sədaları altında qarşılanıb. Daha sonra isə müxtəlif rəqs nümunələri göstərilib. Festival iştirakçıları yerli etnik musiqi qruplarının ifalarını, kollektivlərin çıxışlarını, milli rəqsləri, xalq mahnılarını izləyiblər. Açılış mərasimində Gənclər və İdman naziri Fərid Qayıbov, Göygöl rayon icra hakimiyyətinin başçısı Vüqar Novruzov, Milli Məclisin deputatı Kamran Bayramov, Türkiyə Respublikasının Gəncə baş konsulu Rəcəb Öztob, TİKA-nın Bakı proqramının koordinatoru Mahmud Ağırman, Cavad Xan Tarixi və Mədəniyyət Fondunun vitse-prezidenti, festivalın layihə rəhbəri Müzadil Həsənov və digər şəxslər iştirak ediblər. Festivalın keçirilməsinin əsas məqsədi milli mənəvi dəyərlərimizi inkişaf etdirmək və gənc nəsillərə ötürməkdən ibarətdir. Festivalda iştirak edən Azərbaycan, Türkiyə, Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü, Milana Hospitalın direktoru Xuraman Muradova festivalın yaratdığı unudulmaz anlarla bağlı səmimi fikirlərini Səs televiziyasına açıqladı. Ümumiyyətlə, bu festivalda iştirak eləməyi mən özümə qürur bilirəm. Çox sağ olsun təşkil eləyən təşkilatçılar çox yüksək səviyyədə təşkil olunubdur. Mən də Türk dünyası sevdalısı kimi, Türk dünyamla qürur duyan bir insan kimi gerçekten çok ürəyim fərəh hissi keçirdi. Çox qürurlu bir hisslər yaşayıram və gəldiyimiz andan burada bütün Türk dünyasından insanlar var. Onlar öz mədəniyyətlərini, bütün demək olar ki, gördükləri işləri burada sərgiləyirlər. Biz Türk dünyası insanları, əslimiz, kökümüz, soyumuz bir olan insanlarıq. Mən özüm həm də Azərbaycan, Türkiyə, Özbəkistan Yazıçılar Birliyinin üzvüyəm. Və onu deyə bilərəm ki, bugün insanları birləşdirən ədəbiyyatın dilidir, könüllərin dilidir, sevginin dilidir. Bəli, bugün burada Özbək, Azərbaycanlı, Türk, demək olar ki, hamısı var və hamı eyni sevgi ilə bir-birini qucaqlayır, bağrına basır. Allah'tan arzu eləyirəm ki, bu azadlığı, bu gözəl günləri bizə yaşadan şəhidlərimizə Allah rəhmət eləsin, Allah qazilərimizə can sağlığı versin, Allah bizim Ali Baş Komandanımızı qorusun. Nə deyə bilərəm? Allah bütün Türk dünyamızı qorusun, yaşasın birliyimiz, əbədi olsun. Səadət Qafari, Müqabil Bəbirxanov, Səs TV xəbər.